Belə bir liderlik koçu var, Simon Sinek. Start with Why, Leader Eats Last. Çox məşhurdur dünyada. Onun çox yaşlı TEDx talku var. Orada Amerika hərbi qüvvələrinin HR strategiyası barədə danışır və bir matrisanı gətirir ki, siz dünyanın ən elit əskərləridir onlar. Siz necə onları seçirsiniz ki, bu insan məhz elit olacaqdır? Və general ona cavabda deyir ki, biz daim olaraq sənin hansını bir işçini işə götürəndə iki istiqamətdə onu qiymətləndirirsən. Birincisi, onun performansı nədir, nə nəticə göstərir. İkincisi, nə dərəcədə etibarlıdır. Yəni və belə qrafik çəkir, etibar buradadır və performans buradadır. Matritsada da belə. İdealda əlbəttə ki, biz yüksək performanslı, yüksək etibarlı insanlar istəyirik. Təbii. Amma bunlar çox nadir hallarda olur. Adətən biz kimi görürük? Çoxlu yaxşı performans göstərən, yoxsa çox az etibarlı insan, toksik insanlar. Ya da ki, çox etibarlı insandır, yaxınındır, bilirsən ki, ona həyat və etibar edərsən, həqiqətən performansı o qədər də yaxşı deyil. Və o deyir ki, biz daim olaraq məhz yüksək etibarlı insana fokus veririk, sonra onu təlimlər vasitəsilə, təcrübə vasitəsilə performansını yüksəldirik. Ona görə siz mənə deyəndə ki, insanlar etibar etmək istədiyi insanlara üstünlük verir. Bu hər yerdə belədir. Təkcə Azərbaycanda belə deyil. Rekomendasiya hər yerdə, beynəlxalq dünya miqyaslı şirkətlərdə çalışmışam. Orada da əgər hansısa bir həmin şirkətdən dəyərli və hörmət edilən insan səni rekomendasiya edirsə, sənin CV qabağa çəkilir. Bu hər yerdə belədir. Təkcə Azərbaycanda belə deyil.